Başka buradan da bu formada. Buradan da 1 olsun. Evet, istediğimiz tipte yeni artırabilirik. Hardan istəyiriksə kub artırmaq olar və cəmi bir xanasına, bir kubun içərisinə ədəd yazılır. Biz də yazaq. Yazaq bura məsələn 33, bura yazdım 33. Və yaxud da bura yazmayaq heç, bura yazaq 33. İndi digər xanaları biz ədədlərlə doldurmalıyıq. Baxaq, digər xanalara nə yazaq? Öncə biz yüzlük kvadratda sütunla sayma üsulunu bilməliyik. Yəni lazım olan qaydalar nədir? 1. Yüzlük kvadratda sütunla sayma üsulunu bacarmaq lazımdır. Məsələn 1, 11, 21, 31, 41 və s. və yaxud da ki 2, 12, 22. Bunu uşaq özü tərtib etməyi artıq bacarmalıdır. İndi bizə lazımdır baxın 33. Yəni onun təhliyinə baxırıq. Bizə lazımdır ki 3-ün sütununu əzbər bilək. Yəni 3, 13, 23, 33. Baxırıq burada 2 dənəsi lazımdır. 33-dən öncə gələn 2 ədəd lazımdır. 1, 2. Yəni 23-dən 12 yerləşdirəcəyik. 23, 13 yerləşdiririk. Sonra keçirik digərinə. Demək ki, ikinci qayda nədir? İkinci öyrənəcəyimiz qayda odur ki, bir ədədin sağ qonşusu, sol qonşusu. Bir vahid az, bir vahid çox olur. Yəni sol qonşusu həmin ədəddən, məsələn 23-dən öncə gələn onun sol qonşusudur. O 23-dən bir vahid az olacaq. 23-dən əvvəl hansı ədəd gəlir? 22. 23-dən sonra gələn ədəd isə onun sağ qonşusudur. O da bir vahid çox olacaq. 24. Yuxarı aşağı qonşuları isə, yəni baxın 13-dən 33 qonşuları isə 10 vahid az, əvvəl gələn 10 vahid az, sonra gələn isə 33 10 vahid çox olur. Yəni bilməliyik ki, yüzlük kvadratda ədədlər elə sətr şəklində bir vahid azalır ya da bir vahid çoxalır. Yəni bir dənə azalır, bir dənə çoxalır. Amma sütundan artıq biz tapırıqsa, yəni yuxarıdan aşağıya, aşağıdan yuxarıya sarı ədədləri düzməliyiksə, bu zaman bilməliyik ki, biz bu sütundan sayma üsulundan istifadə edəcəyik. Yəni 10 artıq azalacaq. 10 ya artacaq ya da azalacaq. Hazırda gördüyümüz kimi baxın 23-ün qonşuları hansı ədəd? Bu 23 özü bir ədəddir. Onun 4 dənə qonşusu var. Sol qonşusu 22 bir vahid kiçikdir, azdır. Sağ qonşusu 24 bir vahid böyükdür, çoxdur. Yuxarıdakı qonşusu 13. Əvvəl gələn qonşusu 13. 10 vahid azdır. Sonra gələn qonşusu 33 isə 10 vahid çoxdur. Bunu bu gün biz lövhədə uşaqlarla məşq etmişdik. Amma yeni təkrar gəlməyənlərə görə, zəif öyrənənlərə görə bir göndərim ki, diqqətli olsunlar. Düzdür, birinci günü məşq nəzərdə tutulur, amma daha gözəl öyrənmək üçün bunu bu şənbə bazarda məşq etmək lazımdır. Çünki artıq birinci gün tapşırıqlarını həll edəcəyik, möhkəmləndirmə aparılacaq. Amma buna elə deyək, ümid olmayaq ki, möhkəmləndirmə aparılacaq onsuz. Ehtiyac yoxdur. Bu gün o qədər dərindən keçdik ki, hətta 8 nəfərimiz gəlməmişdi, məntiqə keçmədik. Əvəzindən bu model tapşırıqlarından etdik. Yenə də amma öz üçün rəsm çəkmək istəyən, diqqətsizlikdən, qorxusundan baxır, amma görürəm ki, gözlərinin dalğaları şurası başqa yerdədir. Fikir başqa yerdə olanlar ki, çünki sonra lövhəyə bir çağırdıq. Əvvəl mən izah etdim, 7 ya 8 dənə, 7 deyəsən. İzah etdim, sonra uşaqları bir çağırdım. Həm də dedim, sinif yoldaşlarınız da çıxıb, yazdıqca sizə bax. Bilməyənlər oldu. Düzdür, qonşularını rahat tapdılar. Ədədin qonşularını rahat tapdılar. Amma sonra boş xanalarda doldurmaqda çətinlik çəkirdilər. Amma yox, çox gözəl davrananlarımız da oldu bəziləri. İndi davam edək. Demək, 22, 23, 24, baxın buraya yazacağıq 25. Belə model tapşırıqları uşaq ən asan bildiyindən başlaya bilər. 25. İndi baxın biz sütunla tapmalıyıq. Yəni 25 baxın hansı sütunda yerləşir? Kapitanı 5 olan gəlinin sütununda belə deyil. Kapitanlar deyil. 1 axırı təhliyi, yəni 1 olan ədədlərin kapitanıdır. Təhliyi 1 olan, son bir nöqtələrin ədədlərin kapitanıdır. 1, 11, 21, 31. 2 sonu 2 olan, təhliyi 2 olan ədədlərin kapitanıdır. 2, 12, 22. 3 sonu 3 olan ədədlərin kapitanıdır. 3, 13, 23, 33 və s. Və bu tərzdə biz yadda saxlaya bilərik 25-in sütunu. 25-in sütunu 5, 15, 25 bizə lazımdır. Yəni bax 5 havada yazırıq 5, buraya yazırıq 15. Artıq bu havada olan tələb olunmur. 15, 25 sonra nə lazımdır? 35, 45. İndi 35-in yanında boş xana var. Ora nə yazacağam? Ora 35-dən bir vahid çox. 36, 35-dən sonra nə gəlir? 36. Sonra keçirik bura. Baxın, ən qarışıq olanın nisbətən bu hissə. Bunu necə tapa bilərik? Bunun üçün biz havadakı ədədlərdən istifadə edəcəyik. Havadakı ədədlər hansı ədədlərdir? Baxın, burada bizdə xana yoxdur da. O havadakı ədəd sayılacaq. 45-dən öncə nə gəlir? 44. İndi 44-ü tapdıqsa, 44 demək 4-ün sütunundadır. Onun tutundan aşağıdakı xanaları doldura bilərik. 44, 54, uşaq hamısını saya bilərik. 4, 14, 24, 34, 44, sonra nə gəlir? 54, 64. 64-dən öncə nə gəlir? 63. Belə.